Əmircanı xarakterizə edən dini memarlıq abidələrindən ən gözəli, həm də el arasında Muxtarov məscidi adı altında olan 2 minarəli məsciddir. Bu minarələrin özünün qəribə bir tarixi var. Deyilənlərə görə Zeyvər bəy Əhmədbəyovun ən böyük arzusu ən hündür minarələri olan məscid inşa etmək idi. Təzəpirin tikintisi zamanı ona bu imkanı yaratmırlar və o bütün arzularını burada Muxtarovun vəsaiti hesabına inşa olunan məsciddə həyata keçirir. Diqqət yetirin, minarələrin hündürlüyü hədsiz dərəcədə yüksəkdir. Deyilənlərə görə təxminən 48 metr hündürlüyündə minarələri məhz Zeyvər bəy Əhmədbəyov layihələndirib və burada inşa edib. Əslində məscidin tikintisinə 1901-ci ildə başlanılıb. Kənd əhalisi pul toplayaraq kənddə daha bir məscidin tikilməsini arzu edir. Fəqət bir qədər sonra pul tükənir. Kənd əhli ərk edərək öz həmyerlilərinə, məşhur milyonçulardan biri olan Murtuza Muxtarova müraciət edirlər. Ağa Murtuza çox tez bir zamanda kəndə gəlir, tikintinin gedişi ilə maraqlanır və bu layihə işlərini görmək üçün bir neçə memara müraciət etsə də, sonda seçim Zeyvər bəy Əhmədbəyovun üzərində durur. 1904-cü ildən sonra Zeyvər bəy qollarını çırmalayıb işə başlayır və məscid 1908-ci ildə hazır olur. İlk əzanı verən mənim ulu babam olub. Əbu Turab Axundu dəvət edirlər və o burada azan səsləndirir. Az keçməmiş o vəfat edəcək və onun qəbir üstü mavzoleyni, türbəsini elə Murtuza Muxtarov götürəcək. Bu barədə mən sizə irəlidə məlumat verəcəyəm. Bu ecazkar və bu çox gözəl 2 minarəli məscidin kənarından dayanıb ona baxmaq bir zövq vericidir. Məsciddə bərpa işləri aparılır. Mən əminəm ki, çox tez bir zamanda bu bərpa işləri yekunlaşacaq və qapılar açılacaq və yenə də insanlar axın-axın təkcə Əmircan əhli deyil, həm də şəhərdən bu məscidə gələcək və burada öz dualarını edəcəklər. Allah Teala xoş niyyətlə edilən bütün duaları qəbul eləsin. Bu Murtuza Muxtarovun qəbridir. 1920-ci ildə bolşeviklərlə öz sarayında, Bakıda atışaraq onları məhv etmiş və sonra da özünə, həyatına qəsd eləmişdi. Bilirdi ki, bütün bunları bolşevik hökuməti ona bağışlamayacaq və ona görə də sonuncu gülləni özünə vurmuşdu. Onu hörmət və ehtiramla anadan olduğu Xilə kəndində və bir zamanlar vəsaiti hesabına inşa olunan bu məscidin həyətində dəfn edirlər. Allah belə kişilərə rəhmət eləsin. Böyük insan olublar. Və Murtuza Muxtarovun qəbrinin üstündə onun əsl adı və soyadı başqa cür göstərilir. Mürtəza Muxtarzadə. Sənədlərdən birində onun adı Murtuza, digərində isə Mürtəza kimi göstərilib. Vəsaiti hesabına mənim ulu babam Əbu Turab Axundun məzarının üstündəki, türbənin üzərindəki bu yazıdan məlum olur ki, onu inşa etdirən insan Mürtəza Muxtarzadədir. Bu sənəddir və bu sənəddən heç bir yerə qaçmaq olmaz. Əlbəttə, hörmət əlaməti olaraq sənədlərdə adının Murtuza Muxtarov kimi göstərilməsini biz vurğulayırıq. Amma bu həm də bir məlumat buraxılışıdır və buradan sizə bəyan edirik ki, o kişinin əsl adı Mürtəza Muxtarzadədir. Allah bu kişiyə rəhmət eləsin. Həqiqətən çox əzəmətli və çox gözəl məsciddir. Beləliklə, məscidi inşa etdirən, maliyyə vəsaiti gətirən və ustaların adları məlumdur. Mürtəza Muxtarzadə və ya Murtuza Muxtarov öz şəxsi vəsaiti hesabına nəinki bu məscidi inşa etdirib, o hətta İstanbulda xüsusi Quran yazılmasını da təşkil edib. Bu Quran unikal bir kitabdır.
ağırlığı 25 kiloya yaxın olan kitabda Allah kəlamları qızıl su ilə yazılıb. Quran kitabını bolşeviklər gələndə insanlar qoruyub saxlayıblar, gizlədiblər və yalnız illər keçdikdən sonra üzə çıxarıblar. Həmin Quran kitabı indi o da bərpadadır. Arzu edirəm ki, bərpa işləri inşallah uğurla nəticələnəcək və biz yenə də bura gələcəyik. Həm də bərpadan sonraki məscidi sizə nümayiş etdirmək üçün hökmən gələcəyik. Və hər gəlişimizdə həyətdəki o qəbir sahibinə, Murtuza Muxtarova dualar edəcəyik. Ruhu şad olsun. Murtuza Muxtarova məscidinin yan tərəfindəki küçə Malik Ramazanzadənin adını daşıyır. Yaxın zamanlarda Malik müəllimin adını veriblər. Neft və Kimya İnstitutunda oxuduğum zaman 2-ci kursda o bizə fizikadan dərs deyirdi. Yaşdaşmışdı, hövsələli deyildi, bir o qədər də. Amma öz işinin mükəmməl bilicisi idi. Təxminən 6 qrupdan ibarət böyük bir heyətə fizikadan dərs keçirdi. Mühazirə söyləyirdi. Mühazirədə bəzən uşaqlar səs-küy salırdılar. O zaman özünə məxsus bir təbəssümlə pauza götürür, söhbətin, səsin gəldiyi istiqamətə diqqətlə baxır və sonra söyləyirdi. Əybi yox, haqq-hesaba az qalıb. Haqq-hesab, yəni sessiya, imtahanı nəzərdə tutulurdu. Allah rəhmət eləsin, Malik müəllim görkəmli alim olub və böyük insan idi. Nə yaxşı ki, onun xatirəsi yad edilir və onun adına küçə və bir də xatirə lövhəsi qurulub. Əmircanın girəcəyində bir elektrik stansiyasının binası var. Bu, elektrik qatarlarını elektrik enerjisi ilə təmin etmək üçün tikilmiş bir Sovet dövrünün əvvəllərinin tikilisidir. Ehtimal olunur ki, 26-cı ildə elektrik qatarlarının hərəkətə başladığı zamanlar inşa olunub. Nəzərə alsaq ki, Sabunçu vağzalı üçün lazım olan elektrik yarımstansiyaların binaları, o cümlədən 1924-cü ildə Bakıda tikilmiş elektrik tramvay xətti üçün yarımstansiyaların binalarını Memar Bayev layihələndirmişdi. Biz ehtimal edirik ki, bu da onun işlərindən biri ola bilər. Qayıdaq Əmircan kəndindəki elektrik yarımstansiyasının binasına. Ağdaşdan tikilmiş və 26-cı il üçün Sovet dövrünün lap əvvəlinci illərində NEP, yəni yeni iqtisadi siyasət zamanında inşa olunmuş bu əzəmətli bina özünün gözəlliyi ilə seçilir. Ağdaşdan inşa olunmuş bu yarımstansiyanın binasının tikintisində yerli əhalinin daşla yonma işləri üzrə mütəxəssisləri işə cəlb olunmuşdu. Həmin o dövrdəki tikililər həm də milli memarlıq üslubunun ən gözəl xüsusiyyətlərini özündə ehtiva edirdi. Burada bir qarışıqlıq var, bir eklektika var. Avropa memarlığı ilə milli memarlığın bir qarışığı gözəl bir vəhdət təşkil edir. Bu xüsusilə pəncərələrin quruluşunda özünü biruzə verir. O cümlədən qüllələr də bir qala simvolunu xatırladır. Bakıda və Bakı ətrafı kəndlərdə tikilmiş belə tikillər həqiqətən gözəl bir memarlıq nümunələridir. Bu binaya sadəcə olaraq elektrik yarımstansiyası kimi baxmaq olmaz. Bu həqiqətən də Azərbaycan sənətkarlarının gözəl bir əl işi olaraq qəbul olunmalıdır. Yarımstansiyanın binası sırf elektrik qatarlarını, el arasında elektriçka kimi tanınan elektrik qatarlarını elektrik enerjisi ilə təmin etmək üçün inşa olunmuşdur. Və bu gün də yarımstansiya şəklində bina öz fəaliyyətini və öz həyatını davam etdirir. Əmircanda, yəni Xilədə bir neçə məscid var. Bu məscidlərdən biri də Bünyatlılar məscididir. Onu tikdirən insanın adından götürüb. Girişdə lövhədən məlum olduğu kimi Bünyatlılar məscidi 1904-cü ildə inşa edilib. Həyətə daxil oluruq və daha maraqlı məqamlarla və yerlərlə sizinlə
bölüşəcəyəm. Gözəl məscidi deyilmi? Bu məscidin giriş qapısının üstündə kitabəsində də tarix yazılıb. 1322 bu miladi tarixlə 1904-cü ilə təsadüf edir. Maraqlıdır ki, kitabədə məscidin haqqında da müəyyən yazı var. Yazıda deyilir ki, ilk gündən təqva üzərində qurulmuş məscid, ya Allah, 1322 Hicri ilində Usta Mirzə Məlik Abbasquluzadə düzəldib. Məscid gözəl məsciddir və ona baxanda üstündəki, yəni günbəzin qırağındakı o naxışlar çox güman ki, sonradan əlavə olunub. Bu mənə həm də Bakıdakı Haşimov məscidini xatırladır. Haşimov məscidinin qıraqlarında da belə naxışlara rast gəlmək mümkündür. Bu məscidi əslən Əmircanlı Xilə kəndinin tanınmış şəxslərindən olan Əli Yusif Biniyyət öz şəxsi vəsaiti hesabına inşa etdirib. Gözəl bir məscidin içərisi ilə sizi tanış etməzdən öncə daha bir kitabə yazılmış yeri göstərmək istərdim. Bu yer hovuzdur. Məscidin inşasından cəmi bircə il sonra hovuz inşa edilib. Hovuzun üstündə Hacı Tağının atası Ağa Yusif 1323-cü il sözləri həkk olunub. Giriş qapısının şüşələri də yeni deyil, köhnədir. Bunlara əl vuranda bir qədər üstündə müəyyən mailliyin olduğunu da hiss etmək olar. O zamanın şüşələri tam şəffaf göstərmirdi. Buradan qeyd etmək lazımdır ki, məscidin giriş qapısının şüşələri də, qapının özü də tam orijinaldır. Qeyd etdiyimiz kimi bu məscid 1904-cü ildə inşa edilib. Sovet dövründə məscidlər bağlanır və bu məscidi də bağlayırlar və Xilə kəndindəki Bünyadlılar məscidi içərisində tikiş fabriki fəaliyyət göstərməyə başlayır. Bəzi hallarda insan buna təəssüf edir, amma bunun yaxşı cəhətləri də var. Məhz fabrikin burada yerləşməsi məscidi dağılmaqdan və sökülməkdən xilas edib. 1994-cü ildə məscid öz qapılarını yenidən inanclı insanların üzünə açdı və insanlar bura Allaha dua eləməyə gəldilər. Məscid öz fəaliyyəti ilə inanclı insanları yenidən qəbul etdi. Amma məscidin bərpaya ehtiyacı var idi və 2020-ci ildə Xilə əhli, Əmircanlılar toplaşaraq vəsait yığdılar və vəsaitlərini məscidin bərpasına yönəltdilər və çox gözəl də bərpa elədilər. Burada demək olar ki, tam %100 heç bir müdaxilə yoxdur. Məscid olduğu kimi qorunub və saxlanılıb və yenidən bərpa edilib. Ən gözəl cəhəti təbii ki, daşların görünməsidir. Çünki daşların özünün də hansısa bir enerjisi var və bu enerjini içəri girəndə dərhal hiss edirsiniz. Bu, Bünyadlılar məscidinin qısaca tarixçəsi haqqında idi. Səttar Bəhlulzadənin ev muzeyindəyik. Özü bu evdən adan olmayıb. Aşağıda başqa bir ata-baba həyətlərində, yəni həyətin ərazisi böyük olduğundan orada dünyaya göz açıb. Bu evdə anası və bacısı yaşayırmış. Otaqlarda bu məişətin bir hissəsi, Bəhlulzadələr ailəsinin məişətinin bir hissəsi təsvir olunur. Bura qonaq
otağıdır və qonaq otağında da onun çəkdiyi rəsmlər və ona ev muzeyinə hədiyyə olunan rəsmlər gözümüz önündədir. Bu ev əşyalarının, həmin o dövrün bufeti və içərisində olan ailənin istifadə elədiyi müəyyən vasitələrdir. Ən maraqlı otaqlardan biri onun özünün və bir də Səttar Bəhlulzadəyə həsr olunan əsərlərin əks olunduğu, təqdim olunduğu otaqdır. Göründüyü kimi bu otaqda çox maraqlı sənədlər toplanılıb. Səttar Bəhlulzadənin öz əli ilə yazdığı, Azərbaycan dilində fəqət ərəb əlifbası ilə yazdığı, çünki o dövrdə əlifba məhz ərəb əlifbası idi və özünün əli ilə yazdığı tərcümeyi hal, vurduğu teleqramlar və ona gələn teleqramlar hamısı burada toplanıb. Təbii ki, şəkillər də az deyil. Çox maraqlı otaqdır, çox gözəl otaqdır və düşünürəm ki, Əmircana gələrək burada olduğunuz zaman bu ev muzeyinə mütləq təşrif buyurmanız sizdə maraq doğuracaq. Burada Səttar Bəhlulzadəyə vurulmuş teleqramlar və eləcə də ona verilən təltifnamələr. Baxın, burada çox maraqlı Pravительственная teleqramma, hökumət teleqramı adlı xüsusi blankda göndərilmiş teleqramlar Səttar Bəhlulzadənin müxtəlif yerlərdən topladığı mineral daşlar, müəyyən əşyalar, təbii ki, palitrası və fırçaları, eləcə də rənglər qorunub saxlanılır. Vəfat edəndə onu doğma kəndində, Əmircanda torpağa tapşırdılar. Cəmi 65 il yaşayan və Azərbaycan mənzərələrini öz rəsmlərində təbliğ edən Səttar Bəhlulzadə əbədiyyətdəki həyatında da deyəsən yenə də tablo çəkməklə məşğuldur. Qəbirüstü abidəsi də çox gözəldir. Çox gözəl düşünülmüş bir abidədir. Çünki o Azərbaycanın xalq rəssamının yeni işlərini tərənnüm edir. Bu abidəyə hansı bucaqdan baxsaz, hökmən bir mənzərə görəcəksiniz. O mənzərə ki, əbədiyyətdə Səttar Bəhlulzadənin təkrarsız işlərindəndir. Ruhu şad olsun böyük sənətkarımızın. Əminəm ki, bu belədir və o yenə də əbədiyyətdə yaratmaqla məşğuldur. Bu dəfəki tablosu əvvəlkilərdən tamamilə fərqlidir. Ruhu şad olsun. Kaş ki öləcəyim günü biləydim. Biləydim nə zaman son nəfəsimdir. Demirəm dünyaya bir də gələydim. Bir dəfə gəlmişəm, elə bəsimdir. Anam həmişə deyərdi ki, Tofiq Bayram qohumumuzdur. Düzü bu qohumluğun hansı ilmələrlə toxunduğunu heç dərinliyinə getməmişdim. Amma elə insanlar var ki, onlar 1, 2, 3, 10, 50 nəfərin qohumu deyil, hamının qohumudur. Və Tofiq Bayram da belə insanlardandır. Alovlu çıxışları ilə, öz əsərləri ilə, şeirləri ilə insanların qəlbinə yol tapmış Əmircan kəndinin sakinlərindən biridir. Həyatının böyük hissəsini doğma kəndində yaşadı. Əmircan onun üçün doğma vətənə çevrilmişdi. Burada dünyasını dəyişdi və elə burada da torpağa tapşırıldı. Ruhun şad olsun şair. Onun sözlərinə yazılmış elə mahnılar var ki, hər birimizin dillər əzbəridir. Məsələn, Sərxan Sərxanın ifa etdiyi Ay Gecikən Məhəbbətin mahnısı. Saç ağarttım bu yollarda, hardaydın söyle harda, bir yarpağım sonbaharda, saralıram yetim yetim. Ay geciken məhəbbət
Amma ən təsirli, insana təsir edən, onu kövrəldən sözləri yazılmış mahnı Vağzalı çalınır mahnısıdır. Vağzalı çalınır, ana ağlayır. Dünyada hər ana öz anam kimi bircə toy günündə ağlayaydı kaş. Yazmışdı. Ruhu şad olsun Tofiq Bayramın, böyük şairlərimizdən və hörmət etdiyimiz şəxsiyyətlərimizdən biridir. Əmircan kəndinin, ümumiyyətlə Bakının ən məşhur mesenatlarından biri, əslən bu kəndin sakini olan və dünyasını dəyişəndə elə bu torpaqda dəfn olunan Şəmsi Əsədullayevin ziyarətindəyik. Şəmsi Əsədullayev 1848-ci ildə anadan olmuşdu. Atası əkinçiliklə məşğul idi və gənc yaşlarından atasına kömək eləyirdi. Biçdiyi taxılı dəyirmanlara aparar və bununla da gündəlik çörək pulu qazanardı. 1860-cı ildə Şəmsinin cəmi 12 yaşı olanda o neft buruqlarında işə daxil olur. Çox tez bir zamanda özünün hədsiz dərəcədə bacarıqlı olması ilə neft maqnatlarından olan Kokorevin diqqətini cəlb edir. Kokorev onu öz mədənlərində işə götürür. Çox tez bir zamanda onun mədənlərində işlər müdiri, yəni upravляющий artıq Şəmsi Əsədullayevdir. Müəyyən qədər kapital toplayır və neft sahələri alır. Bu torpaqlardan o həm neft çıxarır, həm də duz istehsal edir və bununla müəyyən dərəcədə kapital toplayır. Daha sonra isə müasir dövr üçün kerosin zavodu açır. Onu haqlı olaraq Azərbaycan neftində kerosin kralı deyə adlandırırlar. 1895-ci ildə əldə etdiyi sahələrdən birində neft fontan vurur. Fontan vurulması nə az nə çox, düz 2 aya yaxın davam edir. Bu neft tarixində görünməmiş bir hadisə idi. Beləliklə, çox tez bir zamanda şəhərin ən dövlətli adamlarından birinə çevrilir. Şəmsi Əsədullayev Nobellərin qənimi idi. Nobellər harda yeni bir idarə və yaxud da ofis açsaydılar, düz onunla üzbəüz yerdə Şəmsi Əsədullayev mütləq həmin o idarədən açmalı idi. Nobellər onun əlindən, belə demək mümkünsə, qan ağlayırdılar. Əmircan kəndində dünyaya göz açmış Şəmsi Əsədullayev. Burada Əmircan kəndində nəvəsi ilə yanaşıdır qəbirləri. Təəssüflər olsun ki, onun evladlarından heç birinin qəbri Bakıya gətirilib çıxarıla bilmədi. Oğlu Mirzə Əsədullayev şəhərin tanınmış ziyalılarından idi və Müsəlman Xeyriyyə Cəmiyyətinin başçısı idi. Atası 1913-cü ildə vəfat edəndən sonra onun işlərini Mirzə Əsədullayev icra edirdi. Hər birinin ruhu şad olsun. Ziba xanım Ələsgərova 1998-ci ildə Azərbaycanın əməkdar idman ustası fəxri adına layiq görüldü. Bütün bunlardan əvvəl 59-cu ildən etibarən yüngül atletika və qaçış üzrə idman növündə onun adı tez-tez hallanırdı. Və məhz 1959-cu ildən sonra o Azərbaycan Sovet idmanına böyük töhfələr vermişdi. Sonradan isə fizika riyaziyyat elmləri üzrə dissertasiya müdafiə etmiş və fizika və riyaziyyat üzrə tədris etməyə başlamışdı. O Neft və Kimya İnstitutunda, Ali Riyaziyyat kafedrasında çalışırdı. Və mən onu institut vaxtı tez-tez görürdüm. Ziba xanım
Azərbaycanın həm məşhur elm xadimi, həm də idmançısı olmaq etibarilə bir filmin əsas baş qəhrəmanı kimi çıxış edib. Söhbət Cazibə qüvvəsi kino novellasından gedir. Bu novellada gördüyümüz o idmançı xanım Ziba Ələsgərovanın prototipidir. Dünyanın ən sakit məkanındayıq. Bu, əbədiyyət məkanıdır. Və bu, şəhərin sakinləri arasında vətən üçün canlarından keçən insanlar var. Azərbaycanın yəqin ki, elə bir məkanı, elə bir şəhəri, kəndi yoxdur ki, ora şəhid verməsin. Və biz olduğumuz bütün məkanlarda, tarixi məkanlarda mütləq şəhidlər xiyabanını ziyarət edirik. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Əmircan kəndinin də şəhidlər xiyabanı var. Həm birinci, həm ikinci Qarabağ savaşı zamanı silaha sarılan və öz vətənini qorumağa gedən Əmircanlıların əbədi bir şəhərciyindəyik. Təsəvvür eləyin ki, çəkilişə gəlməzdən bir gün öncə birinci Qarabağ savaşında həlak olmuş və Şuşada qalıqları tapılmış bir nəfəri burada öz doğma kəndində torpağa tapşırdılar. Bugünün özündə də insanları birinci və ikinci Qarabağ savaşında itkin düşmüş, uzun müddət tapılmayan cəsədlərin qalıqları yenə də tapılır, yenə də öz doğma vətənlərində torpağa tapşırılır və bura bir müqəddəs yerə çevrilir. Əlbəttə, şəhidlər bizim fəxrimizdir, qürur yerimizdir. Şəhidlər ölməzdilər və vətəni bölünməz edən insanlardır. Tarixi şəxsiyyətlərdir. Biz də bir vətəndaş olaraq, bir Azərbaycan vətəndaşı olaraq yurdumuzun azadlığı uğrunda canlarından keçmiş bu fədailərin qəbirlərini ziyarət etməyi hər zaman özümüzə borc bilirik və dualarımızı əsirgəmirik. Allah yurdumuzun azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə, o cümlədən Əmircan kəndinin şəhidlərinə qəni-qəni rəhmət eləsin. Görünür ki, 1926-cı ildə Əmircanda Sovet dövründə, NEP zamanında bir neçə məşhur tikili ucaldılıb. Onlardan biri də hal-hazırda Mədəniyyət Sarayı kimi fəaliyyət göstərən binadır. Binanın üstündə bu vaxtda sənəd də var. 1926 rəqəmini görürük. Həmçinin orada əski əlifba ilə Azərbaycan dilində müəyyən yazılar da var. Bütün bunlar Əmircandakı bu binanın tarixi haqqında məlumat verir. 1945-ci ildə bu mədəniyyət evi Abbasqulu Ağa Bakıxanovun adını daşıyırdı. Sonralar isə bura Səməd Mənsurun adı verildi. Çünki Səməd Mənsur da məşhur Əmircanlılardan, köhnə xiləllərdən biridir. Azərbaycanda satirik poeziya və ümumiyyətlə müəyyən şeir, ədəbiyyat sahəsinə böyük xidmətlər, töhfələr vermiş insanlarımızdan biridir. Oğluna Tofiq adı qoymuşdu. 60-cı illərdən 80-ci illərə qədər Azərbaycan dram teatrının məşhur rejissorlarından birinə çevriləcək. Tofiq Kazımov teatra yeni nəfəs gətirəcək və təsadüfi deyil ki, bugünün özündə də köhnə teatr xadimləri Tofiq Kazımovun adını çox tez-tez hallandırırlar. Deyirlər ki, ondan sonra Azərbaycan dram teatrına yeni nəfəs gətirən rejissor olmayıb. Tofiq Kazımov yeniliklər də yadda qalıb. Gənc aktyorlara geniş səhnə bəxş edib və onun tələbələri, yetirmələri Azərbaycan teatrına çox böyük töhfələr veriblər. İstəmirəm gül çiçək, ömrüm yolu daş kəsər. İstəmirəm gül çiçək, ömrüm yolu daş
Hal-hazırda biz bir məscidin qalıqlarının günlərimizə qədər gəlib çatan hissəsindəyik. Şəklə diqqət yetirin. Bu Şəmsi Əsədullayevin inşa etdirdiyi məscidin foto şəklidir. Məscidi birbaşa sökə bilməyiblər. Onu partladıblar. Bax, bu iri tikinti parçası həmin o məsciddən qalan və günlərimizə qədər gəlib çatan bir hissədir. Belə şeyləri tarixdən bilmərrə silmək mümkün deyil. Nəsə hökmən keçmişdən xəbər verəcək. Təbii ki, Əmircana bir neçə dəfə gəldiyimdə mən xilə qutabı yemişdim və istəyirəm ki, sizə də, əziz sirdaşlarım, xilə qutabı haqqında məlumat verim. Beləliklə, ölçülərinə və dadına görə Corat qutabını çox xatırladır xilə qutabı. Amma qutab deyilənlərə, rəvayətə görə məhz xilədən Corata gedib. Beləliklə, əslən xiləli olan bir xanım Corata gəlin köçür və gedəndə özü ilə öz illərdən, atalardan, babalardan, analarından, nənələrindən qalma adətlərini də aparır. Bu adətlərdən biri də evdə qutab bişirilməsi idi. O zamanlar xilə qutabı təndirdə bişirilərdi. İndi də bəzi yerlərdə təndirdə bişirilən xilə qutabına rast gəlmək mümkündür. Burada Əmircanda xilə qutabının bişirilməsi ilə sizi tanış etmək istəyirik. Vəssalam, bu qədər söyləmək istərdim. Biz hökmən Əmircana yenə də gələcəyik. Bu bərpa işləri bitdikdən sonra, bu yenidən qurma işləri Bakı Abadlıq tərəfindən yekunlaşdıqdan sonra hökmən bura yenə də gələcəyik. Buraxılışımızın sonunda bizə bələdçilik etmiş Bakı Abadlığın Əmircan kəndi üzrə olan nümayəndəsi Rəsul bəyə çəkiliş qrupumuz adından dərin təşəkkürümü bildirirəm. Vəssalam, işləriniz avand olsun. Yenidən görüşmə ümidi ilə hələlik.